Salam, yenə mən və yeni bir vlog çəkirəm. Deməli, 20 qalxıram, yığıram. Əslində gec qalxmışam. Ona görə də biraz tez-tez eləyirəm hər şeyi. Yəni az çəkmişəm ona görə. Da tez geyinirəm. Sonra da saçımı darayıram. Bilmirəm niyə tərsini elədim, amma ki, tərsini eləmək istədim bu dəfə. Tez bazar makiyaj eləyirəm. Hələ bu da hazırdır makiyajım. Çox çəkmədim dediyim kimi, gecikirdim. Da gedirik artıq. Mama da yanımdadır, avtobus gözləyirik. Burada mənə bəst video çəkdim, baxış atır gördüyünüz kimi. İçinəm indi 182-yə çox uzun bir səyahət gözləyir sizi. Burada yenə düşdüm 140-a minmişəm. Gəldim çatdım Koroğluya və metroya minəcəyik. Koroğlu dolu olduğu üçün gedirəm Qarayevə. Artıq elmlərdəyəm. Elmlərdə Sevillə qarşılaşıram və burada evet dırnaqlarımızı göstəririk sizə. Gəldik çatdıq universitetə. İndi içəri girəcəyik. Əslində tez çatmışıq. Gecikirəm deyə tez çatdım və həyətdə birazcıq gəzdik. Sonra gəldik sinifə. Uşaqlar artıq gəlmişdi. İlk dərs başladı. Başqa müəllim gəlmişdi. Sonra biz bufetə düşdük. Kofe istədi ürəyim. Səhər nə həvəsli bilmirəmsə. Kofeni də aldım, gəldim 2:45-ə. Sonra dərs qurtardı, gəldik ikinci otaq dəyişdik elə bir ikinci dərsdə. Seminar idi. Çıxdım dərs danışdım, 9 aldım. Evet, çox gözəl. Sonra yenə mən nəsə acılmış kimi oldum. Bundan yedim. Sonra evet, Uğur bəydən cicibebe alırıq. Uğur bizə cicibebe paylamağı çox sevir. Nəhayət ki, dərslərimiz bitdi. Hər kəs universiteti artıq tərk edir. Metronu görməkdən qorxuram. Sonra gedirəm evə gördüyünüz kimi yenə uzun yollardan keçərək. Havaya baxmağınızı istəyirəm. Baxın, hava aydınlıqdır. Amma mən gəlib kəndə çatınca hava qaralır. Bu qədər. Bay bay.